Hər vaxtınız xeyir olsun yoldaşlar, hər birinizi xoş gördük. Dövlət İmtahan Mərkəzinin blok sınaq vəsaitinin 18-ci sınavın icrasına baxaq. Birinci sual. Tünd qarafa verilən sözlər əsasında uyğunlaşdırmaq lazımdır. Nə sualına cavab verib hərəkət bildirən söz, yəni nə sualına cavab verən feil istəyir bizdən. Kim sualına cavab verən əşyanın keyfiyyətinə bildirən, yəni sifət olan söz, sifətin isimləşməyi lazım olacaq bizə. Necə sualına cavab verən əşyadır bildirən, yəni isim lazımdır. Burada da ismin sifətləşməsi lazımdır. Paxıl və axmaq sözlər hər ikisinin hissəsi olaraq sifətli və keyfiyyət bildirmiş olur. Cümlə daxilində isimləşib və kim sualına cavab vermiş olur. Ona görə A ilə B-ni ikinciyə uyğunlaşdıra bilərsiniz. Danışmaq məstərdir. Məstər ismin nə sualına cavab vermiş olur. Dəmir qapı, necə qapı? Dəmir burada qapının materialını bildirir və ismin sifətləşməsidir. D-ni buraya yaza bilərsən. Musiqi müəyyən yiyəlik haldadır və nəyin sualına cavab verir? Bunu uyğunlaşdırmırsan heç birinə, cavab olur A. İkinci sual. Klassiyaya tamamlayan fikirlər istəyir bizdən. Son ecazı iki leksik şəkildən ibarət olan nümunələr. Salamlaşmaq sözündə iki leksik var. Danışdın. Bunun son ecasında iki dənə qrammatik var. Başlat. Son ecasında iki dənə leksik şəkilimiz var. Gözəlləş. Ləş bir yerdə gedir, parçalanmır. Sonra yol, yollamaq, yollanmaq. Burada lan parçalana bilir. Közərti. Son ecada bir dənə şəkilçi var. Qoxulamaq, qoxulatmaq. Burada lat iki dənə şəkilçi işlənir və cavab qalır E. 3. Tərkibindəki əsas neksiyasına aid sözlərin hamısı üçün ortaq cəhət. Əsas neksiyası hamısı feildir. Yəni ümumi qrammatik mənasına görə hər biri hərəkət bildirən sözlərimizdir və cavab olur A variantı. Həzm etməmək mürəkkəb feildir, quruluşca eyni olmur. Sonra cümlədəki rolu oxuduğum barədə düşünməmək, yeyib həzm etməməyə bənzəyir. Burada biri baxsan bu məstər tərkibi mübtədadır. Yeyib həzm etməmək bu isə tamamlıqdır. Rol da eyni olmaz, sualı da eyni olmaz. Həmçinin yalnız bir deyişək ki, tələffüzün fərq sayı. Oxuduğun sözünün ümumiyyətcə fərqli bir məqam yoxdur. 4. Təqnədilən sözlərin birinin tərkibində tabeli əlaqəsi yaradan şəkilçilərin hamısı olsa da tabelli əlaqəsi yoxdur. Burada doğru cavab kimi götürə bilərsiniz C-ni. Niyə? Məsələn, burada ımız mənsubiyyət, dan çıxışlı haldır, xəbərli şəkilsi var. Bunlar ımız mənsubiyyət 3-cü növ təyin söz birləşməsində, dan çıxışlı hal şəkil söz xəbərə tabi olanda, dır xəbərlik cümlədə mübtəda olub, mübtəda xəbər münasibətində tabeli əlaqəsinin qrammatik göstəricisi olurlar. Amma bu cümlədə əlbəttə modal söz arif də xitabdır. Sadəcə xəbər var, başqa bir üzv və ya başqa bir söz yoxdur ki, onlar birləşib bir birləşmə əmələ gətirsinlər, sintaktik əlaqə yaransın. Ona görə göstərici var, amma əlaqə yoxdur. Məsələn, adı verilən nümunəyə bax, mübtəda ilə xəbər münasibətində şəxs sonluğu var. Və ya yenə o da qabaqçılarımızdandır. Xəbərli şəkilsi var deyə burada uzlaşma əlaqəsini görə bilirsən. Və ya 4-də verilən nümunədə dəyərli ziyalılarımızdansınız. Burada dəyərli sözü və ziyalılarımız arasında yanaşma əlaqəsi var. Cümlədə tabeli əlaqəsi yoxdur deyə səhv deyil. Burada yanaşma əlaqəsi var. Yenə bölgələrimizədir. Nə səfər, mübtəda xəbər münasibətində uzlaşma əlaqəsi var. 5. Tərkibində cümlə üzvü olan hansı nümunələrin sintaktik təhlili zamanı cümlə üzvlərinin heç birinə sual verilmir? Əgər cümlə üzvü predikativ sözlə ifadə olunan xəbərsə və ya sual əvəzindən ifadə olunan cümlə üzvüdürsə, o zaman onlara sual vermiş olmuruq. Məsələn, A variantında uşaqlar nə lazımdır? Lazım predikativdir, nə mübtədadır. Demək, mübtəda və xəbər olaraq heç bir suala cavab vermiş olmur. B-də verilən nümunədə heç kimə aid deyil. Aid qoşmadır. Deyil də dırın əksidir, inkarlıq mənasındadır. Heç kim əvəzində qoşur, hamısı bir də cümlənin xəbəridir. Nə? Bu. İkisi də suala cavab verir. Sonra komandamızın birincilər sırasına çatdıranlar eşq olsun. Kimə? Sizə suala cavab verən var. Axır ki qələbə. Burada ümumiyyətcə cümlə üzvü yoxdur. Bəsitdir. Necədir? Sualına cavab verə bilir. Nə? Fikir. Burada suala cavab verənlər var. Leksik mənası yanlışdır. Uyğunlaşdırmaq lazımdır bunları. Mütəəssir olmaq, əhvalı pozulmaq. Mütəəssir olmaq hər hansısa bir şeydən təsirlənmək mənasını ifadə eləmiş olur və təsirləndirdiyimiz bir şey bizim əhvalımızı poza bilər. Ola bilər ki, burada bir o məna uyğunluğu gəlsin. Çünki təsir sözündən gəlmiş olur. Mütəəssir sözü hər hansısa bir şey, hər hansısa bir mövzu səni təsirləmiş olur. Ola bilər ki, onun təsirində qalmış olarsan, kədərlənə bilərsən, əhvalın pozula bilər və s. Ona görə bu doğrudur. İftixarla tərif bu eyni şey deyil. Çünki iftixar hər hansısa bir mövzuda kimlənsə etdiyi davranışla bağlı və ya özü ilə bağlı sanki fəxr etmək mənasındadır. Amma tərif kimisə
yaxşı şeylərini qabartmaq mənasındadır. Ona görə eyni deyil. Sığınmaq, yox olmaq, bunlar da eyni mənada deyil. Yox olmaq nəyinsə görünməmək, yoxa çıxmaqdır. Sığınmaq isə ola bilər ki, harasa bir yerdə daldalanmaq, saxlanmaq mənasında olmuş olacaq. Daha sonra zəriflə həlim. Zərif incə mənasını ifadə eləmiş olur. Zərfin ifadə etdiyi məna olaraq budur. İncədir, ola bilər gözəl, nəzakətli mənasındadır. Amma həlim sözünü ifadə etdiyi məna daha çox yumşaq mənasında, mülayim mənasındadır. Ona görə bunlar da eyni şey deyil. Ovuntu ilə qırıntı eyni mənanı ifadə edir. Cavab olur D variantı. 7. Hansı mürəkkəb cümlə sadələşdirildikdə altından xətt çəkmişiksə, ən müstəqil baş özünün sualına cavab vermiş olur. Ən müstəqil baş özünün hansıdır? Mübtəda. Dolayısıyla ondan bu bizdən mübtəda budaq cümləsini soruşmuş olur. Sən də burada diqqət edəcəksən nəyə? Ya mübtədanı ifadə edən əvəzli qərb tapacaqsan və yaxud da ki, baş cümlədən çıxan sual mübtədanın sualı olmuş olacaq. O zaman sualın cavabı müəyyənləşəcək. Məsəl üçün, adı verilən nümunədə elə şeylər var ki, sual çıxır. Necə şeylər? Burada elə əvəzli qərb və təyin budaq cümləsidir. Çox səbir lazımdır ki, sual çıxır. Niyə? Demək ki, bu məqsəd budaq cümləsidir. Cahil o adamdır ki, hansı adamdır? Təyin budaq cümləsidir. Amma D variantına fikir ver. Kim düzgün yolla getsə, mütləq məqsədinə çatar. Mütləq məqsədinə çatar. Sual çıxır. Kim? O. Kim qarşılıq sözünə onu, daha doğrusu kim bağlayıcı sözünə onu qarşılıq söz kimi verə bilirsən və mübtəda budaq cümləsidir. Burada şərt şəkilsi var deyə gəlib buna şərt budaq cümləsi demə. Çünki qarşılıq söz bərpa edə bilirsən. Şərt budaq cümləsində elə şey bərpa olunmaz. E-də verilən cümlə isə mürəkkəb cümləmiz olmur və sadələşdirmirsən. Sualımızın doğru cavabı olmalıdır. D variantı. 8-ci sual. İkinci dərəcəli üzvü olmayan cümlələrdə deyir. Edilən yaxşılığı üzə vurmaq pislik etmək deməkdir. Bax, nə deyir? Pislik etmək deməkdir. Nə? Edilən yaxşılığı üzə vurmaq. Bu verilən nümunədə hər hansısa bir ikinci dərəcəli üzv yoxdur. Edilən sözü təyin kimisiz aldadır, aldatması. Buna bənzər örnək dəfələrlə danışmışıq. Burada ikinci dərəcəli üzv yoxdur. Çünki edilən söz yaxşılıq sözünü izah edir, yaxşılıq da tərkibdədir. Hamısını bir yerdə bir cümlənizi götürmüş olacaqsınız. Biri götürə bilərik. Ağıl əmr edəni dil bəyan edər. Bax, dil bəyan edər. Nəyi? Ağıl əmr edəni. Burada tamamlıq var. Ən böyük xəta, xətaların fərqinə əhəmiyyət verməməkdir. Xətaların fərqinə əhəmiyyət verməməkdir. Nə? Xəta. Burada xəta mübtədadır. Yerdə qalan hər şey xəbərdir. Böyükdə təyindir. Demək ki, ikinci dərəcəli üzvü oldu. Bu da belə getdi. Daha sonra. Yoxdur. Nə yoxdur? Pisliyi öyrənməyin yaşadı. Bax. Pisliyi öyrənmək məsdər tərkibidir. Məsdər tərkibi yerlik halda işlənərək hədd sözü ilə əlaqələnir. Bütövlükdə üçüncü növ təyini söz birləşməsi yaranır. Birləşmənin aslı tərəfində məsdər tərkibi var və o məsdər tərkibi müstəqil cümlə üzvü deyil. 1 ilə 4 olur sənin cavabın. Bəzən bircə söz fırtına qopara bilər. Söz nə zaman qopara bilər? Bəzən qopara bilər. Burada zaman zərfi və zərflik var da. Hansı cümlələrdə niksələrinin sayı bərabərdir? Bax, gəlsənə gedək. Gəlsənə ədatdır, gedək feildir. Niksələrinin sayı bərabərdirmi? Niksələrinin sayı bərabər olmaq cəhətdən digər cümlələrlə müqayisə eləməliyik. Burada bizim 2 dənə niksəmiz var. Evə gəlsənə. Ev isimdir. Gəl feildir. Sənə ədatdır. Bax, müqayisə elə 1 ilə 2-ni. Gəlsənə cümlənin əvvəlində gəlir və cümlənin başqa bir feili varsa bütövlükdə ədat. Yox, cümlənin sonunda gəlsə, cümlənin başqa bir feili yoxsa sana istəsə ədatdır. Burada oldu 3 dənə. Onunla mı gedirsən? Əvəzlik var, ilə qoşma var, mı, ədat var, getmək feili var. Uşaqlar bizim nədirmi? İsim var, əvəzlik var, qoşma var, ədat var. Burada da yenə 4 dənə oldu. Axşamdır, bir dənədir burada. Demək cavab olur B. Cümlədə hansı köməkçi niksələr işlənmişdir? Ay, nidadır. Sonra Oğuzla, Muradla, görsən sadalama ilə gedir. Demək bunlar qoşmalardır. Elə gərək sabir gedəydi. Elə ilə gərək də ki, ədatdır. 11. Nümunə bağlı yanlış fikirlər. Mənəviyyat və əxlaq tarixin ruhudur. Tarixin ruhudur. Nə mənəviyyat, nə əxlaq. Burada həmcins mübtədalarımız var. Cümlə üzvünün hamısı mücərrəd isimlə ifadə olunub deyir, səhv deyir. Çünki sənin xəbərin 3-cü növ təyini söz birləşməsindən, yəni söz birləşməsi ilə ifadə olunub, sözlə ifadə olunmayıb. İsmi xəbərli nəqli cümlədir, düz deyir. Ümumi şəxsi cümlədir, xeyr. Çünki mübtədası var, mübtəda varsa ümumi şəxsi cümlə ola bilməz. Yalnız baş sözlərdən ibarətdir, doğrudur. Məqsəd və intonasiyaya görə növünü dəyişmək mümkün deyil. Niyə ki? Gəlsən sonuna bir nida qoysan olur nida cümləsi. Cavab olar E variantı.
Daha sonra 12. Hansı mürəkkəb cümlənin tərkibində tabesizlik bağlayıcısından istifadə edilib? Gedəcəksənsə hazırlaş. Burada hansı bir tabesizlik bağlayıcısı yoxdur. Kim vətənini sevsə, ona layiqincə xidmət etsə və onu qorusa, görsən burada və var. Və cümlə özü bütövdə tabe mürəkkəb cümlədir. Sevsə fe'lin şərt şəkli var. Şərt şəkli varsa cümlə mürəkkəb cümlə olur. Həmçindəki orada tabesizlik bağlayıcımız var. Səbir ən zəriflərin, ən güclülərin silahıdır. Burada bağlayıcı yoxdur, ən ədatdır. Yağış yağdı mı yollar keçilməz olacaq. Burada kimi ədatdır. Eyvlərin ən böyüyü öz eybini görməməkdir. Burada ən ədatdır, həm də bu cümlə sadə cümlədir. 13. Əvəzlik və onunla amonim olan söz eyni cümlənin tərkibindədir. Nə zaman gəldiyimizi nə Samir, nə də Vüsal bildi. Burada nə zaman var, bir də nə də var. Nə zaman əvəzliyinin amonimliyi yoxdur. Ona görə demək, nə zaman sözün özün ümumiyyətcə amonimliyini axtarmırsan burada. Sən amonim olmadığına görə bundan da çox da başını yormağına dəyməz. Çünki sual səndən istəyir ki, elə bir söz tap ki, həmin o söz əvəzli olaraq amonimli olsun, həmçinin onun məna tayda cümlədə işlənmiş olsun. Məsəl üçün 2-də olduğu kimi. Burada elə və elə var. Birinci elə ədatdır, ikinci elə əvəzlidir. Görsən həm əvəzlik var, həm də əvəzliklə anonim olan söz var. Burada nə bağlayıcısı, nə əvəzliklə anonim yarada bilir. Sadəcə bu cümlədə o işlənməyib. Nə zaman ikisi bir yerdə mürəkkəb əvəzlidir. Elə obaya buradakı el sözün kökü ə yönlük aldı. Sözün başlanğıc forması eldir. Elə əvəzliyi ilə el ismi anonim olmaz. Başlanğıc forma fərqlənir. 4-də verilən nümunədə nə Tahir, nə də Lalə nəyi alacaqlarını hələ bilmirdilər. Burada verilən nümunədə biz nəni götürə bilirik. Çünki burada nə əvəzliyi var, həmçinin onunla anonim olan nə bağlayıcısı var. 4-ü də nəzərə ala bilirik. Kimi rayona, kimi də kəndə kimi yol qət etdi. Burada kimi, bunlar qeyri-müəyyən əvəzlikdir. Buradakı kimi də qoşmadır. Həm əvəzlik, həm də onun anonim olan sözü burada görməyin mümkündür. Demək ki, bu sualımızın tam doğru cavabı olmalıdır. 2, 4 və 5-də verilən fikirlər. Cavab olaraq da C var. C-ni götürürsən, gedir. Sonra 14. Altından xətt çəkilmiş ifadə hansı sözlə əvəz olunsa, cümlənin həm şəxsə, həm də məqsəd və intonasiyaya görə növü dəyişər. Bax, fikir versən, bu cümlə hal-hazırda fe'lin xəbər şəklindədir. Zaman şəkilçisi var deyə. Yerdə qalan nümunələrə baxsan, A-da, eləcə də E-də verilən xəbər şəklindədir. Əvəz etsən, sən bunun məqsəd və intonasiyaya görə növünü dəyişməyəcəksən. Və ya hazırlaşmalıyıq, bu nəqli cümlə olaraq qalır. C-də verilən nümunə ismi xəbərlidir. Bunu və yazsan yenə ismi xəbərli qalmış olur. Demək, cavab olacaqdır D variantı. Hazırlaş edəsi olsan, o zaman keçir olur əmr cümləsi. Hal-hazırda ümumi şəxsi cümlədir, keçib olacaq müəyyən şəxsli cümlə. Ahəng qanuna tabe olan söz müxtəlif formalarda sətirdən sətirə keçilə bilər. Bizdən bunu uyğunluğu istəyir. Demək, üzləyirdi sözü ahəng qanuna tabedir. Üzləyirdi. Biz üz yazıb bunu keçə bilərik. Üzlə yazıb bunu keçə bilərik. Müxtəlif formada sətirdən sətirə keçdik. Cavab olar ilə A variantı. Təranə və fəaliyyət nahaq qanunu pozulub. Üzlük. Bunu bir cür keçə bilərsən. Atalar. Bunu da bir cür keçə bilərsən. Atalar şəklində hecalara bölünür də. Sən ata yazıb maksimumları keçə bilərsən. A yazıb qalanı keçə bilməzsən. İstəyirsən isim kimi düşün, istəyirsən fe'l kimi düşün, istə eyni nöqtəyə gəlir çıxır. Qız qalası Bakının simvolu, yəni rəmzidir. Bakının simvoludur, yəni rəmzidir. Nara qız qalası. Burada tirə işarəsi əlavənindir. Xəbərin əlavəsi işlənib burada. Ona görə həmcə söz yoxdur bu hissələrdə. Yəni bağlayıcı əlavə etsək, bəli. Bura biz yəni əvəz edəsi olsaq, vergül yəni artırmalıyıq. Ona görə ki, doğru bir fikirdir. İkinci söz birləşməsi mübtəda vəzifəsindədir. Xeyr, xəbər vəzifəsindədir. Bir üzvün mənası dəqiqləşdirilmişdir. Bəli, əlavənin mahiyyəti nədir? Özündən əvvəlkini dəqiqləşdirmək. 17. Cümlədəki hər iki sifətə aiddir. Bəd və pis sözləri bir-birinə sinonim olan sözlərimizdir və yerlərini dəyişdirsən sualları da dəyişməz. Həmçinin cümlənin mənası da bunlar dəyişəndə əvəz eləmiş olmur. Pis arzular, bəd əməllər və ya bəd arzular, pis əməllər eyni şeydir də. Yalnız A dərəcədə işlənə bilər. Xeyr, bunlar çoxaltmada da işlənə bilər. Əlamət yox, keyfiyyət mənası daşıyırlar. Hansı cümlədə həmciz üzvlərə aid şəkilçi ixtisar olunmuşdur? Kitab sənə fayda verər, səndən nesini almaz. Burada şəkilçi ixtisarı yoxdur. Əlaçığın əldə etdiyi şəfa, xəstənin əldə etdiyi xəstəlikdir. Burada dır ixtisar olunubdur. Amma
Mürəkkəb cümlə ilə bağlıdır bu ixtisar. Əlaçığın əldə etdiyi şəfadır, xəstənin əldə etdiyi xəstəlikdir. Bunlar ayrı-ayrı mübtədalardır. Çalışmaq həyatdır, düşünmək işıqdır. Yenə bunların özünün ayrı-ayrı mübtədası var. Bu mürəkkəb cümlədir. Bütün nemətlərin başlanğıcı və sonu ağıldır. Burada hər hansısa bir ixtisar yoxdur həmlislərlə bağlı. Cavab qalacaq E variantı. Ustad təcrübə və biliyini gənc nəslə həvəslə çatdırır. Təcrübəsini və biliyini deməkdir. Burada baxsan, hal və mənsubiyyət ixtisar olunubdur. Ona görə cavab olar E variantı. 19-cu sual. Tərkibində zərf olan, zərflik olmayan cümləni istəyir bizdən. Bax, isti olurdu. Nə? Muğanın axşamları. Nə sualına cavab verir? Demək, buradakı axşam sözü isimdir. Çünki bu sözlər ortaq sözlərdir və bunların tapılma qaydası nə idi? Sualı. Hansı suala cavab verirsə, həmin hissəsidir. Səhər gələnlər tanışlarımız idi. Bax, tanışlarımız idi. Kim? Səhər gələnlər. Burada zərf yoxdur. Düzdürmü? İlkin baxışdan adama elə gəlir. Sən burada diqqətli olsan, fe'li birləşmənin aslı tərəfinə gələn səhər sözünü zərf kimi görə bilərsən. Gördün, o sualı verə bilmirsən. Neynə? Götür, həmin bu fe'li sifət formasını sil. Bura bir dənə d qoy. Səhər gəldi. Nə vaxt gəldi şəklində işlədə bilirsən də, düzdürmü? Zaman zərfi kimi düşünə bilirsən. Demək ki, bu zaman zərfidir, cümlədə də zərflik yoxdur. Evə tərəf dostumla getdim. Bu verilən nümunədə nə var? Zərf olsun, zərflik olmayan cümlə istəyir bizdən. Bax, getdim haraya? Evə tərəf. Burada verilən nümunədə tərkibində zərf yoxdur. Tərəf qoşmadır, ev isimdir. Dostum isimdir, ilə də qoşmadır və zərflik var tərkibində. Sonra nə etdi, getdi. Necə nə tərzdə? Stansiyada dayanmadan nə qatar? Burada zərfliyimiz var. Görüşdük. Nə vaxt? Günorta. Burada həm zərf var, həm də zərflik var. 20. Hansı cümlədə nidanı ifadə etdiyi hiss digərlərindən fərqlənmiş olur? Məzmununa daha çox diqqət etmək lazımdır. Fikir versən, d-da veriləndə biraz narahatlıq var, digərlərində isə sevinç var. Cavab olardı. Cümlədə tabelik əlaqəsinin aslı tərəfi kimi çıxış etməyən cümlə üzrünü istəyir bizdən. Tarixini bilməyən diplomat kompası anlamayan kapitana bənzər. Nə edər? Bənzər. Kim? Diplomat. Diplomat sözü mübtədadır. Mübtəda tabelik əlaqəsinin aslı tərəfi kimi çıxış edə bilmir. Ona görə cavab nə olur? B. Daha sonra hansı cümlələrdə zaman zərfliyinin tərkibində say da var? Baxaq. Kəlbəcərə gələndən 5 gün sonra şiddətli soyuqlar başladı. Başladı nə? Soyuqlar. Nə vaxt? Kəlbəcərə gələndən 5 gün sonra. Burada 5 sözü saydı. 5 gün ifadəsində mürəkkəb zərf yoxdur. Çünki tərkibindəki 5 və gün sözlərinin hər iki söz mənasını qoruyub saxlayır. Parçalanmayan birinci növ təyini söz birləşməsi olurlar. Ona mürəkkəb zərf demə. Biz adamdan qaydanda yolda 3 dəfə istirahət etdik. Burada 3 dəfə nə qədər sualına cavab verən mürəkkəb zərfdir. Çünki dəfə müstəqil yox, köməkçi söz kimi çıxış edir və mürəkkəb zərf yaranmış olur. Həmçinin bu kəmiyyət zərfidir, bunu götürməyəcəksən. Xeyli oxuyandan sonra biraz dincəldik. Bizə zaman zərfliyi istəyir bizdən. Xeyli oxuyandan sonra ifadəsindəki xeyli, fe'li izah etdiyinə görə zərfdir. Yarışların başlaması nəzərdə tutulurdu. Nə vaxt? 5-ci həftə. 5-ci sözü saydı. Sonra nə etdi, danışdı? Kim? Məktəbin direktoru. Necə nə tərzdə? Hamıdan birinci. Burada birinci sözü say rolunda işləmiş oldu. Cavab olur 1, 4, 5. 23. Hansı sual cümlələri modal söz yaxud ədatla cavablandırılmır? Hə, yox, bəli, xeyr tipli nümunələrlə cavab vermək lazımdır, yoxsa yox? Buna baxmaq lazımdır. Bax, adətən sual əvəzliyi işləndiyi cümlədə sual əvəzliyi sual funksiyasını itirəndə hə, yox, bəli, xeyirlə və yaxud da ki, təsdiq məzmunu ifadə edən modalla bəzən cavablamaq mümkün ola bilir. İndi biz buradan yola çıxıb onları uyğunlaşdırmağa çalışaq. Tamahkarlıq əbədi köləlikdirmi? Cavab verəm ki, hə. Deyirsən ki, əlbəttə. Fikir versənmi? Bununla cavablaya bilirsən. Niyə işləyən kötan pasasman? Niyə sual əvəzliyidir və sual əvəzliyi burada sual funksiyasını saxlayır. Sən cavab verməlisən. Hə, yox, bəli, xeyir, doğrudur, əlbəttə falan deyə bilmirsən. Demək ki, sual əvəzliyi, sual intonasiyası yaratdığına görə sən bunlarla cavablandıra bilməzsən. Yoxsa siz də günəşin əbədliyinə inanırsınız? Cavab verəm ki, hə, əlbəttə, bəlkə. Nə səbəbə insan tək başına kamilləşə bilməz? Bax, nə səbəbə cavab tələb eləmiş olur. Və ya sizin üçün vətən haradan başlayır? Deyəmirsən də, hə, yox, bəli, xeyir. Ona görə cavab olar 2, 4 və 5-də verilən nümunələrimiz. Sonra 24. Cümlənin vasitəsiz nikə çevrilmiş formasında vasitəsiz nikin tələbi ilə hansı duruşasını istifadə edilir? Nizami Gəncəvi demişdir, qoşa nöqtə, dırnaq. Sözündə su kimi lətafəti var. Dırnağa bağladın nöqtə. Qoşa nöqtə ilə dırnaq işlətmiş olacaqsan. Yəni 1-dən 2. 25-ci sual. Cümlələr əsasən Eyler-Venn diaqramından yanlış fikri tapmaq istəyir bizdən. Cümlə özləri ancaq niksələrlə ifadə olmuşdur. Bax, nə edir? Bənzəyir, nə? Vəzifə. Nəyə bənzəyir? Dağa bənzəyir. Sonra,
Asandır. Nə? Enmək. Çətindir. Nə? Qalxmaq. Sonra çətindir. Nə? Sülhü qorumaq. Nədən? Müharibəyə sərkərdəlik etməkdir. Birinci verilən nümunədə hamısı nik səslə ifadə olunub, amma ikinci verilən nümunədə cümlə özləri söz birləşməsindən ifadə olunmuşdur. Əsasən biri sözlə ifadə olunubdur. Uzlaşma əlaqəsi pozulmamışdır. Bu hər ikisinə aiddir. Hər ikisində uzlaşma əlaqəsi pozulmamışdır. Düzdürmü? Çünki baxsan, burada mübtəda xəbər hər ikisinin üçün şəxsin təkindədir. Ona görə ki də verilən fikir ortaya yazmaq lazım idi. Bitmiş fikir ifadə etmək cümlədir. Bunların hər ikisinə aiddir. Daha sonra söz birləşməsindən istifadə olunub. Birincidə söz birləşməsi yoxdur. Cümlə özlərinin hamısı söz birləşməsindən ifadə olunub. Bəli, çünki burada biri sözlə ifadə olunub. Ona görə cavab olar burada 2 ilə 4 də verilən fikir. 26-cı sual. Sözlərin tərkibinə görə təhlil variantlarını nəzərə alaraq məntiqi ardıcılığı tamamlamaq lazımdır. Qarı sözü sadə söz kimi düşünülə bilər. Həmçinin qar sözünün kökü ı qrammatik. Sərin sadə söz ola bilər. Bir də siz bunu sərin kök qrammatik şəklində işlədə bilərik. Damar, su damar mənasında, bir də insanın əlindəki damar. Həm sadə kökdən ibarət olan, həm də kök və qrammatdən ibarət olan söz kimi düşünə bilərsiniz. Gəlir düzəltmə söz kimi düşünülə bilir və ya dözüm düzəltmə söz kimi düşünə bilir. Bunları çıxarda bilərsən. Qalın sifət kimi işlənə bilər. Siz burada qalın ödəmiş oldu. Bunu burun, bir də insanın burnu mənasında. Bunlar həm bir kök, həm də kök qrammatik şəklində təhlil edilə bilən sözlərimizdir. 27. Üzərində rəqəm yazılan sözlər əsasında uyğunluq tapmaq lazımdır. Xoşbəxt bir ailədəki ünsiyyətdə 2 dənə y olmalıydı. Bu fonetik normanın pozulmasıdır. Hansı səhnə əsər əvəz edə bilərlər? Bilərlər yox, bilər olmalıdır. Bu qrammatik normanın pozulmasıdır. Bir körpə uğultusunu, körpə uğultusu yox, qığıltısı olmalıdır. Bu da leksik normanın pozulmasıdır. Belə, ümumi bu qədər.